8-də 1 final mərhələsində iştirak hüququ əldə etmişdilər və budur Fariz Yusifovun start fiti səslənir və beləcə hörmətli tamaşaçılar bu qarşılaşma start götürdü. Topu irəliyə doğru göndərdi. İrəlidə Bonilya var. Bonilya topa yiyələnib cərimə meydançasına daxilindədir. Bonilya rəqiblərindən sıyrıldı. Qapı önünə Kamal Bayramov. Bu məqamda Amil Ağacanov daha doğrusu topu çox gözəl qarşılayır. Görək Taqim Novruzovun ötürməsi qapı qarşısına. Başda zərbə imkan var amma. Çox əlverişli bir imkan qaçırıldı. Yəni epizodun təkrarını izləyəcək. Bir daha baxın. Kimsə mane olmur. Topu sadəcə bir qədər səliqəli formda ram etmək lazım idi. Olsa belə, yəni qısa ötürmələrlə olsa da belə topu özlərində saxlamağa çalışdılar. Çox əla bir ötürmə təhlükəli vəziyyət yarana bilər. Qapıya zərbə lazımdır və qapıcı topu tutdu. Amma və onu iki futbolçu müşayiət edir. Onlar da Rüfət Mirzəyevlə Müşfiq Teymurovdur. Qapı qarşı ötürmə. Zərbə indirilir. Top qapıdan keçməli. Qayda pozulub. Bir daha baxaq. Fikir verin. Burada Azal futbolçularının qapıcı ilə təması var idimi? Olduqca maraqlıdır. Burada artıq zərbə indirildikdən sonra topa. Və burada belə fikir verdinizsə 77 nömrəli oyuncu Zirənin 77 nömrəli oyuncusuna Ruslan Poladova qarşı belə görünür ki ona təması oldu. Çünki qapıcıya bir təmas yox idi. Bonilya hesabı açır. Zirə nəhayət istəyinə çatır və 29 dəqiqənin tamamında 30-cu dəqiqə yenicə başlamışdı və Zirə bu hücumlu qolla tamam. Azərkeşlərdə sözsüz ki, məyusdular hal-hazırda. İzləyirik. Budur. Düşünürəm ki, qapıcı bu topa çıxmalı idi. Qapıcı da çıxmalı idi bu topa. Çünki top elə bir zonaya ötürülmüşdü ki, çıxış imkanı və çıxıb ən az yumruq ilə topu uzaqlaşdırma imkanı var idi. Amma Nelson Bonilya'ya kimsə mane olmadı və beləcə 30-cu dəqiqədə Bonilya hesabı açır hörmətli tamaşaçılar. Zirə 1-0 hesabı ilə önə keçdi Azal qarşısında, rəqib meydanında. İndi topla irəliləyir ötürmə. Bonilya qarşısında, Bonilyanın qarşısında Kamil Hüseynov var idi. Ötürmə edilir. Cərimə meydançasında Nurlan Novruzov. Gol duyumu yüksək. Nurlan Novruzov zərbə indirir amma gol olmur. Qarşılayan qapıcı Amil Ağacanov. Auto qonaqlar yerinə yetirir. Tələsir Zirə futbolçuları. İkinci qolu vurmaq onlar üçün təbii ki, heç də pis olmazdı. Müdafiəçilər yaxşı oynayırlar. Sadiq Quliyev topu uzaqlaşdırdı və qayda pozulur. Burada nələr baş verir? Sarı vərəqə olacaq. Aşkar bir qayda pozuntusu vardı bu epizodda Emin Cəfər. Qırmızı vərəqə. Boynundan deyəsən çəkdi futbolçunu. Burada izləyək, təkrarına baxaq. Bəli, ayağı ilə girib və boynundan çəkib. Bəli, həm ayaq, həm də ki, əl ilə və burada, bəli, burada ayaq. Düşünürəm ki, ayağa görə. Açıq ayağa görə burada qırmızı vərəqə verildi. Bəli, açıq ayaq burada var idi. Çünki siz yerlərini dəyişirlər. Tato topladı. Kim ötürəcək topu? Tato, gözəl hərəkətlər, zərbə Amil Ağacanov. Hücum davam edir. Rəşad Abdullayev amma oyundan kənar vəziyyət qeydə alınır. Çünki topa zərbə indirən anda Tato, o Rəşad Abdullayev oyundan kənar vəziyyətdə idi. Qapıcının geri qaytardığı topa da məhz Rəşad Abdullayev o irəliləri ki, top ələ keçirsin və təbii ki, onun artıq topa irəliləməsi oyundan kənar vəziyyət olması deməkdir. Ən önəmli silahlardan biri Rail Məlikov hal-hazırda tribunadan oyunu izləyir və onu qeyd eləyək ki, Azalın ən təcrübəli oyunçularından biridir. Sağ cinahala top hücum cəhdi. İndi Nurlan Novruzov topladı. Novruzov nə edəcək? Ötürməsi gəlir qapı qarşısında. Təhlükəli vəziyyət Amil Ağacanov imkan vermədi qola. Taqim Novruzov geriyə oynayır və təhlükəni sovuşdururlar Azal futbolçuları. Yəni indiki durumu nəzərə alsaq. Həm qırmızı vərəqə, həm və qol şansı var idi. Bu şansı dəyərləndirə bilmir Azal. Hakim bildirir ki, qayda pozuntusu yoxdur burada və indi Zirə nə iki hücum reallaşa bilər. Rəşad Abdullayev sürətli şəkildə irəliləməyə çalışır. Rəşaddan ötürməsi möhtəşəm alınır. Nurlan Novruzov Amili keçdi. Nurlanın ötürməsi qapı önünə. Amma son anda Rüfət Hüseynov araya girir və bu hücum Rüfət Musayev araya girir və bu hücumun qarşısını alır. Daha çox müdafiəyə meyil göstərməyə başlayır. Hesabı qorumağa çalışır. Hesabı qorumağa və qol vurduqdan sonra düzdür, Zirə komandası daha açıq oynayırdı, daha çox hücuma meyilli oynayırdı. Tato, yenidən Şemonayev, Tərzin. Əla bir ötülmə və qapıcının top qapıdan keçir 2-0. Bu dəfə də Bonilya. Və hesab 2-0 oldu hörmətli tamaşaçılar. Baxın hörmətli tamaşaçılar, baxın Tərzin Cahangirovun bu ötürməsi
oyundan kənar vəziyyət yox idi. Yox idi oyundan kənar vəziyyət və bu mövqedə çox çalışdı. İlqar Ələkbərov topa toxundu da, amma bu onun topun istiqamətini dəyişmək üçün yetərli olmadı. Hörmətli tamaşaçılar, məsafənin bu qədər olması canlı sədə iki futbolçunun durmasına kifayət edir. Taqim Novruzov uzaqdan zərbəsi və çox qüvvətli zərbə idi. Kamal Bayramov topu çətinliklə dəf etdi, ardınca isə daha bir zərbə və bu dəfə Kamal Bayramov oyundan kənar vəziyyətə düşə bilərdi. Azalın təhlükəli hücumu Quruli topladı. Quruli zərbəsi top qapıdan keçir. Quruli hesabı arasındakı fərqi minimuma endirdi. İkinci isə əlavə olunmuş ikinci dəqiqədə. Və bu isə daha bir neçə saniyənin qazanılması deməkdir. Vurulan qolun təkrarını bir daha izləyirik. Qurulinin zərbəsindən sonra Kamal Bayramov topu qarşısına ala bilmədi. Əlavə etdiyi 3 dəqiqədə başa çatmaq üzrədir. Əgər bu cərimə zərbəsi Zirənin qapısı qarşısında yerinə yetirilmiş olsaydı, o halda yəqin ki Azal futbolçular, hətta qapıcı qarşı bütövlüyü ilə meydan həmin zonasında olardılar. Və bu da son, hörmətli tamaşaçılar. Bu da son Fariz Yusifovun final fiti bu görüşün başa çatması deməkdir və bu isə o deməkdir ki, Zirə komandası Azala 2-1 hesabı ilə qalib gələrək Azərbaycan Kubokunun 4-1 final mərhələsinə vəsiqə qazanır.